X gümüş yüzü reaksiyasına daxil olan doymuş bir əsaslı karbon turşusu olarsa Y maddəsini müəyyən edin. Doymuş bir əsaslı karbon turşularından gümüş yüzü reaksiyasına daxil olan turşu yalnızca formiat turşusudur. Formulu HCOOH olur. Formiat turşusunun nisbi molekul kütləsini hesablasaq MrHCOOH. Hidrogen 1, karbon 12, 2 dənə oksigen 32 və hidrogen 1. Bu birləşmənin kütləsi 46 olur. Qrafikdə bir karbona uyğun kütlə A+16'dır. Bir karbon olan halda kütlənin 46 olduğunu tapdıq. Deməli A+16'nın yerində 46 durursa A artıq 30 olmuş olacaq. Yəni ondan 16 az. Və bu 2 karbon olan haldakı birləşmənin kütləsidir. Cavablarda deməli etin C2H2, etan C2H6, eten C2H4, metan CH4 və propan C3H8'dir. D bəndi metan 1 karbon, Y bəndi propan 3 karbon olduğuna görə bunları kənara qoyuruq. Deməli A, B, C bu üçündən biridir. Hər birində 2 karbon var. 2 karbonun kütləsi 24 olmuş olacaq və 30 bitməsi üçün üzərinə 6. Yəni 6 da hidrogen əlavə eləməliyik B bəndi.